Bugünkü birinci sualımız keçən ilmin imtahanının düşən suallarından biridir. Deməli, bizə nə verir? Belə yarım çevrə və düzbucaqlı trapesiya verir. OB məsafəsi 12, OC 16 olarsa, bizdən tam çevrənin uzunluğunu soruşur. Yəni, buna L ya da C deyə bilərik. Biz nələr bilməliyik bu suala başlamamış? Deməli, buradan C-dən bu nöqtələri adlandıralım ki, bura A, bura B desəm, burada tutaq ki, K nöqtəsi deyəcəm. Əvvəlcə bilməliyik ki, SK və CD o eyni nöqtədən çevrəyə çəkilən iki toxumandır. Onda bunların uzunluqları bildiyimiz kimi bərabər olur. Və bunları çevrənin mərkəzi ilə birləşdirəndə C nöqtəsinin təmbələn əmələ gəlir. OC, KC olacağının təmbələni olur. Onda buralara mən alfa deyə bilərəm. Eyni hal bura üçün də keçərlidir. AB və BK eyni nöqtədən çəkilən toxumanlardır. Mərkəzlə uc nöqtəni birləşdirəndə, AB-ni birləşdirəndə burada beta əmələ gələcək. Təmbələnlər yaranır. İndi daha sonra nəyə fikir veririk? Bildiyimiz kimi düzbucaqlı trapesiyada istənilən dördbucaqlı kimi daxil bucaqların cəmi 360-dır. Bunlar 90 olduğuna görə bucaq B, üstəgəl bucaq C yerdə qalan 180 dərəcəyə bərabər olmalıdır. Buradan nə tapıram? 2 alfa üstəgəl 2 beta bərabərdir 180-ə. Onda alfa və betanın cəmi 90 dərəcəymiş. Bu mənə nəyə kömək olur? OBS iç bucağına baxıram indi. Beta ilə alfanın cəmi 90-dırsa, onda O bucağına yenidən 90 dərəcə qalacaq. Bura 12, bura 16-dırsa, Pifaqor teoremindən tapa bilərəm ki, BC bərabərdir kök altda 12-nin kvadratı üstəgəl 16-nın kvadratı, yəni 20-yə. İndi daha sonra buradan nələri görmək lazımdır oxşarlıq üçün. Bura beta, bura alfa, bura 90 olur. Bura alfadır, bura 90-sa, onda bura beta dərəcə qalacaq. Deməli, mən buradan oxşarlığı yaza bilərəm. Bucaq BCO oxşardır. B beta dərəcədir. Burada beta olan O'dur. O'ya. C alfa dərəcədir. Burada da alfa C'dədir. O 90 dərəcədir. Burada 90 dərəcə D'dədir. Deməli, bucaq BCO, OCD-yə oxşardır. Onda BC bölünsün. Birinci və ikinci bölünsün OC. Bərabər olmalıdır. CO bölünsün CD-yə. Bu bizə önəmli bir şey verməyəcək. Ona görə yazıram. BO böl OD-yə. Birincindən üçüncüyə. BC-nin qiymətini yerinə qoyuram. 20 bölünsün OC. OC haradadır? 16 bərabərdir BO 12 bölək OD-yə. Buradan çarpaz olaraq OD-nin 9-12 olduğunu tapa bilirəm. OD 9-12-dir və mənim çevrəmə radiusudursa, onda çevrənin uzunluğu C bərabərdir 2pi tutumundan tapmaq olur. 9-10-da, yox, burada 9-10-da 6 olacaq. Deməli, 2pi vurulsun 9-10-da 6, bu da deməlidir 19,2piyə. Deməli, nə etdik? Əvvəlcə buranın düz uzaq olduğunu təsdiqləməliyik. Daha sonra isə oxşarlıqla sualı həll etmək mümkündür. İndi keçirik ikinci suala. İkinci sual binoma aid sualdır. Deyək ki, kök altda 6-cı dərəcədən x üstəgəl 3 bölünsün kök altda 5-ci dərəcədən 3 üstə 299 binomunun seçilmiş əmsallarından birinin rasional olması ehtimalı. Hədlərindən rasional əmsal olması ehtimalını tapmamızı istəyir. Əvvəlcə binomun açılışını yazıram. Cəm işarəsi K bərabər 0-dan 299-a kimi, kombinezon 299-dan K. Bu binomial əmsaldır. Daha sonra birinci həddin üstündə n çıx K, yəni 299 çıxda vurulsun ikinci həddin üstündə K. İndi mənim əmsalımın rasional olmasına təsir edən tək hissə buradır. Niyə? Çünki kombinezon 299-dan K onsuz da tam ədəddir. Tam ədədlər həm də rasionaldır. Bu hissəyə baxmıram. Burada x var. X əmsal deyil. Dəyişən olan hissədir. Ona görə bu hissəyə də baxmıram. Deməli, mənə təsir edən hissə budur. Buradan 5-ci dərəcədən olan hissəni belə yazıram. 3 bölünsün 3 üstü 5-də 1. Bölmə olduğuna görə
Üstler çıxılır, qalır 3 üstü 4 bölünsün 5. Üstündə k. Yəni 3 üstü 4k bölünsün 5. Mənə buranın rasional olması maraqlıdır. Rasional olması üçün üstü tam natural ədəd olmalıdır. Müsbət tam ədəd olmalıdır. Buradan da nəyi tapmaq olur? 4k bölünməlidir 5-ə. 4-ün 5-ə bölünməyəcəyi onsuz da bilinir. Deməli, mənə lazım olan isə k-nın 5-ə bölünməsidir. K-nın da dəyərləri bizdə 0-dan 299-a kimidir. 0-dan 299-a kimi 5-ə bölünən ədədlər 0-dan başlayır, 295-də bitir. Bunların sayını tapmaq üçün 295-dən birincini çıxıram, bölürəm. Sizdə fərqinin üstünə 1-i görürəm. 60 ədəd eləyəcək. Deməli, burada mənə sərf edən 60 dənə k-nın qiyməti var. Bəs ümumi hallar neçə idi? Bildiyimiz kimi binomun üstü n-dirsə, n plus 1 dənə hədd var, yəni 300 dənə hədd var. 300-dən 60-ından bizim şərtimiz ödənir, yəni cavabımız 5-də olacaq. Deməli, əvvəlcə binomun açışını yazırıq, daha sonra bu hissələri artırıq, çünki bura əmsalın rasional olmasına təsir edəməyik. Bizə lazım olan hissə sonuncu hissədir. Sonuncu hissənin üzərində işləyib k-nın 5-ə bölünməli olduğunu tapa bilərik.